Salam uşaqlar, bu gün sizinlə 5-ci sinifə qısa bir səyahət edirik. Yəni 5-ci sinifdə ən çox çaşdırılan mövzulardan bir neçə nümunələr izah edəcəm. Gəlin başlayaq tənliklərdən. 5-ci sinifdə bilirsiniz ki, 2-ci hissədə tənliklər keçilir. Bu 5-ci sinif 2-ci hissənin kitabı səhifə 17-dəndir. Görək bu tənlikləri necə həll edə bilərik? Komponentləri biləndən sonra həll etmək asandır. Birinci yazırıq 8, misal 8, səhifə 17. Baxın, bu nə əməlidir? Toplama. Toplanan cəm. Bu məchuldur, bilinmir. Bu məlumdur, bu isə cəmdir. Baxın, yazılış qaydası belədir. Tənlik. Məchul, məlum, cəm. Gəlin bunu həll edək. Məchul toplananı tapmaq üçün nə etmək lazımdır? Cəmlə məlumu çıxmaq lazımdır. 2x qalır yerində, 7-dən 3 çıxırıq, 4. İndi baxırıq, bu nə əməlidir? Vurma əməlidir. Çünki bu vur deməkdir. X bərabərdir. Məlum vuruq, məchul vuruq, hasil. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Yəni biz 2-yə nəyə vursaq 4 eləyər? Təbii ki, 2-yə vursaq. Məncə bunu başa düşdünüz. Gələk buna. Bunu da həll edək. 3x üstəgəl 0,8 bərabər 5. İndi bunu bura baxaq. Bu nə əməlidir? Toplama əməlidir. Gördüyünüz kimi. Məchul toplanan, məlum toplanan, cəm. Məchul toplananı tapmaq üçün bunu getirib yazıram bura. Neyini? Cəmdən məlumu çıxmaq lazımdır. 3x bərabərdir. Sərgəli yazaq. 5 çıx 0,8. Neçə eləyir? 4 tam 10-2. X bərabərdir. Bu nə əməlidir? Vurma əməlidir. Vuruq, hasil. Məlum vuruq, məchul vuruq, hasil. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. 4,2-ni yəqin ki, çubuqlu bölməyi bilirsiniz. Baxın, 1, 3, 1. Burada vergül olduğu üçün burada vergül atırıq. 2-ni gətirək, 12-ni 3-ə böləndə 4 edir. Yəni, x bərabərdir 1,4. Sonra, məncə bunları da özünüz yaza bilərsiniz. Gəlin, bir çıxma əməli də yazaq. Məsələn, sizə çətin gələn çıxma əməllərindən deyək ki, bu məsələn. Bunu necə həll edərik? 4x çıx 4-də 3 bərabər 1,25. Bayaqdan toplama eləyirik, bir dənə də çıxma eləyək. Deməli, azalan, çıxılan fərq. Məchul azalan, məlum çıxılan və fərq. Uşaqlar, əgər məchul azalanı tapmağı bilmirsinizsə, özünüzdə bir nümunə götürün, bir kənarda. Məsələn, a çıx 2 bərabər 3. Çox primitiv bir nümunə. Siz a-nı necə taparsınız? A5-dir də burada bilirsiniz. A-nı necə taparsınız? Üçüncüsünə 2 gələrsiniz. Yəni, fərqin üzərinə çıxılanı gələrsiniz. Yəni, siz elə primitiv şeyləri yadınıza gətirin, burada da biləcəksiniz nə etmək lazımdır. Yəni, bu bunu gələrsiniz. Məchul azalanı tapmaq üçün fərqin üzərinə məlumu gəlirik. 1,25 üstə gəl 4-də 3. İndi ya biz bunu adi kəsrə çevirək, yəni qarşıq ədədən. Ya da bunu onluq kəsrə çevirək, elə hesablayaq. Məncə onluq kəsrə çevirmək daha rahat olacaq. Gəlin 4-də 3-ü bir kənarda onluq kəsrə çevirək. 4-ü ya 10-a, ya 100-ə, ya 1000-ə gətirək. 4-ü 100-ə çox rahat gətirə bilərik 25-ə vurmaqla. Bu da 75 edəcək. Yəni 0,75 deməkdir. Onluq kəsrə çevirdik. İndi yazaq burada. 4x bərabər 1,25 yerində qalır. Bunun yerinə nə yazırıq? 0,75 yazırıq. 4x bərabərdir. Bunu hesablayaq. Neçə eləyir? 2 eləyir. İndi x-i necə taparıq? Vuruq, hasil. Deməli, hasili nə edirik? Vuruğa bölürük. Yəni məchul vuruğu tapmaq üçün mütləq bölmək lazımdır. 2-ni bölürük 4-ə. Kəsr xətti ilə böldüm. Bərabərdir. İxtisar eləsək 2-də 1. Lap biz bunu onluq kəsrə də çevirə bilərik. Yəni bunu 5-ə vursaq 15. Yəni 0,5-də deyə bilərik.
Yəni 2-də 1 kimi də saxlaya bilərsiniz təbii ki, yəni öz istəyinizə baxır. Digərləri də eyni şəkildə yenə toplanan cəm, azalan çıxılan fərq belə qoyaraq həll edə bilərsiniz. 9. 9-da istəyirsiniz mən belə tutdum, siz bunun şəklini çəkin, digərlərini işləyərsiniz. Ya da videonu dayandırıb. Gələk 9-a tənlikləri həll edin. Deməli, yenə bu tənliyi necə həll eləyərik? Yazaq bu tənliyi bura. X üstə gəl 3, vur 2 bərabər 14. Bu nə əməlidir uşaqlar? Bu vurma əməlidir. Vuruq, hasil. Baxın, məchul vuruq. Bu mötərizə bir yerdə məchul vuruq. Bu məlum vuruq. Bu isə hasil. Dedik ki, məchul vurğu tapmaq üçün bölmək lazımdır. Yəni, məchul vurğu tapmaq üçün, məchul vuruq nədir? X plus 3-dür. Tapmaq üçün nə edirik? Hasili məlum vuruğa bölürük. X plus 3 qalır. 14-ü 2-yə bölək uşaqlar 7. İndi bu nə əməlidir? Toplanan cəm. Məchul toplanan, məlum toplanan cəm. Məchul toplananı tapmaq üçün mütləq şəkildə çıxmaq lazımdır. 7-dən 3 çıxaq. Bərabər 4. Yəni, nəyin üstünə 3 gələndə 7 eləyər? Təbii ki, 4-ün üzərinə. Belə. Sonra gəlin, bir dənə də, məsələn, gəlin bunu yazaq, məsələn. Bura yazın 5 vur x minus 2 bərabər 1,5. Yenə, bu nə əməlidir uşaqlar? Vurma. Baxın, vurma əməlidir. Məlum vuruq, məchul vuruq bir yerdədir. Mötərizəni heç vaxt ayıranmarıq. Bu da hasil. Yazdınızmı? Əla. Məchul vuruğu tapmaq üçün nə etmək lazımdır? Hasili məlum vuruğa bölmək lazımdır. Mütləq ki, vuruğu tapanda bölürük. X plus minus 2 yerində qalır. Bunu buna böləndə bölsəz görəcəksiniz ki, 0,3 qalır. İndi azalan, çıxılan fərq. Azalan tapmaq üçün fərqin üzərinə mütləq çıxılanı gəlmək lazımdır. Yəni, nədəni ki, çıxsaq 0,3 eləyər? Təbii ki, 2,3-dən 2-ni çıxsaq biz 0,3 eləyər. Belə. Sonra burada nə eləyək başqa? Bunları özünüz eləyərsiniz. O şey izah elədim. Gəlin, buradakılardan birini də eləyək. Yekunlaşdıraq. Məsələn, x plus 3 bölü 2 bərabərdir 5. Aha. Bu nə əməlidir uşaqlar? Bölmə əməlidir. Bəli. Bölünən. Baxın, məchul bölünən. 2 bölən, məlum bölən. Bu nədir? Qismət. Deməli, məchul bölünən tapmaq üçün nə etmək lazımdır? Əgər qayda yadınızdan çıxıbsa, dediyim kimi primitiv bir şey qoy. Məsələn, bu məchuldur. Birinci bölünəni məchul qoyaq. A-nı bölək 2-yə bərabər eləyək 6 məsələn. A-nı yenə nə qoya bilərik? Təbii ki, 12-ni biz 2-yə böləndə 6 eləyərdi. Uşaqlar, 12-ni necə tapa bilərik? 6-nı 2-yə vurub tapa bilərik. Yəni, qisməti bölənə vurub bölünəni taparıq. Qisməti bölənə vurub bölünəni taparıq. Bir də izah edirəm. Qisməti bölənə vurub bölünəni taparıq. Qisməti bölənə vurub bölünəni taparıq. X plus 3 bərabərdir. Bunu tapırıq da bunu. Ona görə bunu yazırıq. Məchulu tam yazırıq. İndi qisməti bölənə vururuq. Bunu tapırıq. X plus 3 bərabərdir. 5-i 2-yə vurun tez 10. Bu nə əməlidir? Toplama əməli. Toplanan, cəm. Məchul toplanan, məlum toplanan, cəm. Məncə bunu artıq hesablamağı bilirsiniz. Bərabərdir 7. Bəli. Məncə hesablaya bilərsiniz. Buradakılara da baxın. Bunların hamısını hesablayın. Mənim öz şagirdlərim təbii ki, hesablayıb mənə atacaqlar. Mən yoxlayacağım, izah edəcəm. Gəlin buradan da bir nümunə izah edim. Məsələn, gəlin bunu izah edim. X böl 10 minus 0,8 bərabər 5-də 1. Bunları necə hesablayırıq? Bu bir yerdədir. Bu belə, bu da belə. Aha, vurma bölməni ayırmırıq da biz. Nə əməlidir? Nə əməlidir? Çıxma əməlidir. Azalan, çıxılan
fərq. Məchul azalandı bu. Bu məlumdur, bilinir. Bu da fərqdir. Məchul azalanı tapmaq üçün nə edirik? Fərqin üzərinə çıxılanı gəlirik. 5də 1 plus 0, 10da 8. Azalanı tapanda bilirsiniz də fərqin üzərinə çıxılan gəlirik. X minus böl 10 yerində qalır. Bunları toplayırıq. 5də 1 nə deməkdir? Bunu 2-yə vursaq 0,2 deməkdir. 0,2-nin üstünə 0,8 gəlsə 1 eləyir. 10 bərabərdir. Deməli, bu nədir? Bu nə əməlidir? Bölmə əməli. Bölünən, bölən, qismət. Məchul bölünən, məlum bölünən, qismət. Bölünəni tapmaq üçün nə edirik? Qisməti bölənə vururuq. 1-i 10-a vururuq. X bərabərdir 10. Həqiqətən yerinə qoyanda görürük ki, 10-u 10-a böləndə bəli 1 eləyir. Bu qədər məncə yaza bilərsiniz bunları. Yəni bu səhifəni mütləq şəkildə SS eləyin ya da videonu dayandırıb yazmağa çalışın. Bu qədər. Sağ olun. Sualınız olsa rəylərdə verə bilərsiniz. Bura qədər izləyənlər rəylərə yaşıl ürək qoysunlar. Sağ olun.